Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Leyla Əliyeva və Alyona Əliyeva Gəncə Memorial Kompleksi ilə tanış olublar. Xəbər verilir ki, Prezident İlham Əliyev tərəfindən 2025-ci il sentyabrın 27-sində Anım günündə açılış həyata keçirilən bu kompleks 2-ci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır. Kompleksin birinci mərtəbəsində muzey ekspozisiyası, ikinci mərtəbədə isə müxtəlif tədbirlərin keçirilməsi üçün zal yerləşir. Leyla Əliyeva və Alyona Əliyeva həmçinin Gəncədə milli qəhrəman Natiq Qasımovun ailəsini də ziyarət edib. Görüş zamanı qəhrəmanımızın xatirəsi dərin hörmətlə yad edilib, ailə üzvlərindən isə səmimi söhbət aparılır. Natiq Qasımov 1-ci Qarabağ müharibəsi zamanı Ağdam-Xankəndi istiqamətində döyüşlərdə misilsiz igidlik göstərib. O, müharibə zamanı 5 gün tək başına müharibədə qalsa da erməni işğalçılarına sonadək müqavimət göstərib. Görüş zamanı şəhidin şərəfli ömür və döyüş yolu bir daha xatırlanır.